Salam, axşamınız xeyir olsun. Günaz TV-yə baxırsınız. Studiyada Aynur Zahid. Əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Müharibə dövrü 5000 İran hərbçisi həlak olub. İsrail ordusu İranda raket və komanda mərkəzlərinə zərbələr endirdiyini bildirdi. İranda daha 243 hədəf vuruldu. Maaş gecikmələri təhlükəsizlik qüvvələrinə təsir edir, mənəvi durum zəifləyir. Neft $100 keçdi, bazarlarda şok dalğası. İndi isə daha ətraflı. İsrail ordusu İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin olduğu binaya zərbə endirib. Bu barədə İsrail Teleradio Yayım şirkəti məlumat yayıb. İsrailin Müdafiə naziri İsrail Katz Əli Laricaninin öldürüldüyünü elan edib. Onun sözlərinə görə bu barədə ona İsrail ordusunun baş qərargah rəisi Eyal Zamir məruz edib. Qeyd edək ki, İsrail ordusu ötən gecə Tehrana hava hücumunun əsas hədəflərindən birinin Əli Laricani olduğunu bildirmişdi. Bəsiş komandiri Qulam Rıza Süleymani Tehranda İsrailin hava hücumları zamanı öldürülüb. Bu barədə İsrail ordusu məlumat yayıb. Məlumata görə Süleymani qərargahları dağıdıldıqdan sonra qurduqları alternativ Cadır qərargahında olarkən yüksək rütbəli komandanlığı ilə birlikdə hücuma məruz qalıb. Bundan başqa Bəsiş komandirinin müavini Qasım Qureyşi də Şirazda hücum nəticəsində öldürülüb. İsrail və Birləşmiş Ştatların hava hücumu zamanı indiyənədək İran silahlı qüvvələrinin ən azı 5000 hərbçisi ölüb, 15 mindən çoxu yaralanıb. Bu barədə xarici media hərbi mənbələrə istinadla məlumat yayıb. Bildirilib ki, itkilərin böyük miqyasına baxmayaraq İran rəhbərliyi və yerli media məsələ ilə bağlı hələlik heç bir rəsmi statistika dərc etməyib. Məlumata görə İranın canlı qüvvəsinin əhəmiyyətli hissəsi İsrail və ABŞ-nin raket və PUA bölmələrinə indirdiyi hava zərbələrində həlak olub. Hava zərbələrində ən çox itkini inqilab keşikçiləri, bəsic və polis qüvvələrinin əks ixtişaş bölmələri verib. İsrail ordusu Tehran, Şiraz və Təbriz şəhərlərində raket istehsalı obyektlərinə, komanda mərkəzlərinə və hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib. Ordunun məlumatına görə Tehranda zərbələr İranın təhlükəsizlik qurumları ilə əlaqəli komanda mərkəzlərini, o cümlədən Kəşfiyyat Nazirliyi və Bəsic təşkilatını hədəf alıb, həmçinin pilotsuz uçuş aparatlarının, ballistik raketlərin və hava hücumundan müdafiə sistemlərinin saxlanıldığı və buraxıldığı obyektlərdə vurulub. Şirazda isə daxili təhlükəsizlik qüvvələrinin komanda mərkəzi və ballistik raket obyekti hədəf alınıb. Təbrizdə əlavə hava hücumundan müdafiə sistemlərinin məhv edildiyi bildirilib. İsrail ordusunun açıqlamasına görə bu, İsrailin hava üstünlüyü genişləndirəcək və ölkənin təhlükəsizliyinə töhfə verəcək. İsrail ordusu bildirib ki, bu zərbələr İranın əsas sistemlərinə zərəri daha da artırmaq və onun İsrailə qarşı təhdid imkanlarını azaltmaq məqsədi daşıyır. Ötən sutka ərzində ABŞ və İsrail hərbi hava qüvvələri İranın 17 əyalətinə hücum ediblər. Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb. Məlumata görə 117 hava hücumu zamanı 243 hədəfə zərbə endirilib. Zərbələr nəticəsində 66 nəfər ölüb və yaralanıb. Hava hücumları zamanı vurulan əsas hədəflər aşağıdakılardır. Komandanlıq və idarə etmə mərkəzləri, Sepahın qərargah binaları, Sepahın kəşfiyyat mərkəzləri, inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemləri, ballistik raket mərkəzləri, İran İslam Respublikası hərbi dəniz qüvvələrinin gəmiləri və sualtı qayıqları, İran İslam Respublikasının hava hücumundan müdafiə sistemləri, gəmi əleyhinə raket mərkəzləri, hərbi rabitə imkanları, ballistik raket və dron istehsalı mərkəzləri, silah istehsalı müəssisələri və saxlama bunkerləri, yer, hava, raket qurğuları, hərbi dəstək infrastrukturu. Sepah qüvvələri və sərhəd alayının hərbçiləri Qərbi Azərbaycan əyalətinin İraqla sərhədindəki postlarını tərk edərək kəndlər və dağlıq ərazilərdə mövqe tutublar. Bu barədə yerli mənbələr məlumat yayıb.
Hökumət qüvvələri sərhəd bölgələrində gediş-gəlişin qadağan edildiyini elan edib. Sərhəd bölgələrində görünən hər kəsə əvvəlcədən xəbərdarlıq edilmədən atəş açılacağı barədə xəbərdarlıq ediblər deyə məlumatda bildirilib. Bununla eyni vaxtda Qərbi Azərbaycan əyalətinin Sərdəşt və Kürdistan əyalətinin Mərivan, Banə və Pavə sərhəd rayonlarında təhlükəsizlik tədbirlərinin gücləndirildiyi, bölgəyə çox sayda hərbçi cəlb olunduğu qeyd edilib. Bunun İraqın şimalında regional Kürdistan muxtariyyətində olan İranlı Kürd qruplaşmalarının ölkəyə sızma ehtimalına görə olduğu güman edilir. ABŞ və İsrailin hava zərbələrindən sonra İranda ballistik raket istehsalı dayandırılıb, bu barədə İsrail ordusu bildirib. Məlumata görə İranın təxminən 500 ballistik raket buraxılış qurğusundan 70%-i məhv edilib və ya sıradan çıxarılıb. Çaxalın rəsmi nümayəndəsi Briqada generalı Effi Defrinin sözlərinə görə hazırki əməliyyat mərhələsi ən azı 3 həftə Yəhudilərin Pesach bayramına qədər davam edəcək. Hərbi ekspertlərin məlumatına görə İranın raket istehsalı mərkəzləri məhv edildiyi üçün yeni raketlərin istehsalı mümkün deyil. İran bu səbəbdən də mövcud olan raket ehtiyatlarında qənaətlə istifadə etməyə başlayıb və hücumların sayı günü-gündən azalır. İranda təhlükəsizlik və hərbi qüvvələrin bəzi hissələrində narazılığın artdığı, döyüş ruhunun aşağı düşdüyü, maliyyə çətinlikləri və fərarilik kimi halların çoxaldığına dair məlumatlar yayılır. Məlumata görə xüsusi təyinatlı qüvvələr komandanlığının üzvlərinə cümə günü bildiriş göndərilərək bəzi bölmələrdə maaş ödənişlərində problem yarandığı qeyd olunub. Mənbələrin məlumatına görə bu cari ildə həmin qüvvələrin maaşlarının 3-cü dəfə gecikdirilməsidir. Gecikmələrdən sonra bəzi şəxsi heyət hökumət yönlü tədbirlərdə iştirak etməkdən imtina edib ki, bu da bəzi iri şəhərlərdə fəaliyyət prosesində pozuntulara səbəb olub. Bundan əlavə təqaüdçülər və bəzi ordu qulluqçuları artıq 2-ci aydır ki, maaşlarını ala bilmirlər. Bəzi rütbəli komandirlər isə İslam İnqilabı Keşikçiləri Korpusunu bank Sepah'dakı maliyyə böhranından istifadə edərək polisi zəiflətməkdə və xüsusilə dini qurumlarla bağlı digər strukturları gücləndirməkdə ittiham edir. Davam edirik. NATO İran tərəfindən yarana biləcək raket təhlükəsinə qarşı Türkiyədə hava hücumundan müdafiə sistemlərini gücləndirməyi nəzərdən keçirir. Bu barədə Bloomberg NATO mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, İttifaq Türkiyədəki bir hava bazasına əlavə Patriot raketdən müdafiə sistemi yerləşdirə bilər. Türkiyənin şərqində yerləşən Kürecik hava hücumundan müdafiə bazasında Birləşmiş Ştatlara məxsus AN-TPY-2 radar xəbərdarlıq sistemi yaxın şərqdən buraxılan raketləri izləmək üçün istifadə olunur və ehtimal olunan hədəflərdən biri hesab edilir. Eyni zamanda İncirlik hərbi hava qüvvələri bazasında mövcud olan Patriot PAK-2 sisteminin yanında daha güclü Patriot PAK-3 bateriyasının yerləşdirilməsi də müzakirə olunur. PAK-3 sistemi xüsusilə ballistik raketləri zərərsizləşdirmək üçün daha effektiv sayılır. Qeyd edək ki, NATO qüvvələri 4 martdan bəri İran tərəfindən buraxılan 3 raketi zərərsizləşdirib. Bölgədə hərbi gərginliyin artması ilə eyni vaxtda dünya bazarlarında neftin qiyməti kəskin şəkildə yüksəlib. Hər bir barel Brent neftinin qiyməti $106.50, ABŞ xam neftinin qiyməti isə $102.44 çatıb. Bu yüksəliş neftin əsas ixrac yollarında yaranan ciddi pozuntular və hərbi əməliyyatların enerji bazarına birbaşa təsiri ilə əlaqədardır. Xüsusilə körfəz yollarında ixracın məhdudlaşması, təchizatın azalması və qiymətlərin qısa müddətdə $100 üzərinə qalxmasına səbəb olub. Buna baxmayaraq, qiymətin artmasına rəğmən İranın iqtisadi vəziyyəti hərbi əməliyyatlar və enerji infrastrukturuna dəyən zərbələr səbəbindən daha da gərginləşib. İxrac imkanlarının azalması və yolların məhdudlaşması hakimiyyətin yüksək qiymətlərdən faydalanmasına mane olub. Eyni zamanda müharibə xərclərinin artması və xarici ticarətdəki pozuntular iqtisadiyyata əlavə yük gətirib. Ərzaq və əsas malların qiymətlərinin kəskin yüksəlməsi, milli valyutanın dəyər itirməsi isə inflyasiyanın daha da artmasına səbəb ola bilər ki, bu da xüsusilə aşağı gəlirli təbəqələr üçün ağır yükdür. Nəticədə dünya bazarlarında neftin qiymətinin yüksəlməsi İranın müharibə şəraitində olması ilə birlikdə əhalinin gündəlik həyatına ciddi təzyiqlər gətirib.
Günün səsini izləyirsiniz. Bugün Azərbaycanda Novruz bayramının 4-cü çərşənbəsindən sonuncusu İlaxır çərşənbə adlanan torpaq çərşənbəsi qeyd edilir. Qeyd edək ki, bu il yaz fəsli Azərbaycana 20 mart saat 18:45-də daxil olacaq. Bayramdan əvvəl onun bərəkətlilik simvolu olan 4 çərşənbə qeyd edilir. Su, od, yel və İlaxır çərşənbə torpaq çərşənbəsi. Torpaq çərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Axır çərşənbə günü bayram süfrəsi açılır, tonqal qalanır, plov dəmlənir, səməni, xonça bəzədilir. İlaxır çərşənbənin qapı pusmaq, şam yandırmaq, bayramlaşmaq, fala baxmaq və bir çox adət ənənələri var. Axır çərşənbə günü şamı yarımçıq söndürməzlər. Ailə üzvlərinin sayına görə şam yandırar, evdən od, kibrit, neft, ağartı, un, çörək verməzlər. Qeyd edək ki, bu il yaz fəsli Azərbaycana 20 mart saat 18:45-də daxil olacaq. Belə, hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.